hür oldu. O hür ki, gəldi İmam Hüseynin qabağını kəsdi. Axırı deyəcəm. Gəldi kəsdi də qabağını hür. Hardan hara getdi yetişdiyə. Kəsəndə İmam Hüseynin qabağını bir müddətdən sonra ayıldı. Ayılanda deyirlər, özü deyir, bir səs eşitdim. Ya hür, əbşiru bil cənnə, səs gəldi deyir qulağına. Səni cənnətlə müjdəliyirik. O səs tutdu onu. O Rəbbani səslər var aləmdə hərdən. Səs tutdu onu. Çünki biraz ayaq yeri qoymuşdu hidayəti üçün. Bəzi insanlar hidayəti üçün bir can atmırlar. Görsən, deyirsən namaz qıl, məsələn, xanıma deyirlər hicaba riayət elə, bəziləri deyər, hələ ürəyimə yatmayıb, hələ ürəyimə gəlməyib. O ürəyə gəlmək üçün də bir addımlar atmalısınız da. Bəli, bu dinləməyimiz bir addımdır inşallah. Allah sizi qorusun. Addımlardır bunlar. Allah lütf edər. Siz də çalışın. Allaha tərəf hərəkət edin. Bəli, hürlük nədir? Hür oldu. Çünki nəfsinə yox, Rəbbinə qulaq asdı. İmam Hüseyin ağa dedi, əntəl hur kəma səmmətkə ummuk. Həqiqətən sən hürsən. Anan necə adını qoyub elə, o cürə də hürsən. Sən sənə. Oldu hür. Amma əmraz, şeytan-ı sani deyirlər ona tarixdə. İkinci şeytan. Görün, neyinib ki, şeytanlıqda tanınıb da. Çox Əmirül-Möminə əziyyət verdi ya. Muaviyyə ilə birləşdi, çox işlər gördü həqiqətən. Əqlini kölə elədi nəfsinə, deyanda Əmirül-Möminin qabağında. Başqa nə olacaqdı bədəli? Amma son anlarda gedin həyatını oxuyun. Yaqubi öz kitabında gətirir, Tarixül Yaqubidə. Yaqubi gətirir, deyir ki, son anlarda oğlu ilə danışırdı, can üstündə olanda və danışır. Oğluna deyir ki, kaş Zatus Səlasil müharibəsində öləydim. Neçə il öncə olmuşdu o müharibə, Peyğəmbərdən biraz keçən kimi. Dedi, kaş o müharibədə öləydim. Muaviyyəyə qovuşmayaydım. İnni qad dəxəltu fi umurin, elə işlərin içinə girmişəm ki, bala, la ədri ma hüccəti indəllahi fiha. Allaha nə deyəcəm, özüm də bilmirəm. Özü də bilir ha. Elə işlərə bulaşmışam ki, bəzi adamlar deyir, neyniyim? Gedir, girir pis işlərin içinə. Neyniyim, mən də başqa neyniyə bilərəm ki? Can üstünə onu neyəcəksən? Onu da fikirləş. Elə işlərə bulaşmışam ki, Allaha deyəcək sözüm yoxdur. Öz sözlərini deyirəm sizə. Sonra deyir, malına, dövlətinə, puluna belə baxdı da, sərvətinə. Dedi, kaş sən olmayaydın. Bildi də aradan yıxıldı. Kaş sən olmayaydın. Həqiqətən, o dünya ki, o mal ki, o pul ki, qardaşı qardaşa düşmən eləyir. İnsanın əlindən axirəti alır. Dostu dostla üzbəüz qoyur. Lənət olsun ona. Buna. Yox, o pul ki, insan axirətinə bir vəsilədir. O neymətdir. Bəli, orada qayıtdı. Ya leytəni mittu qəblə hadəl yom bi səlasinə sənə. Kaş 30 il bundan qabaq öləydim. Bu maraqlıdır. Bu da bunun aqibəti. Deyir, əsləhdu li Muaviyyə dünyahı. Muaviyyənin dünyasını abad elədim və əfsəddu dini, dinimi xarab elədim. Bu da bunun sözü. Yəni, öz axirətimi Muaviyyənin dünyasına satdım. Belə bir hədis də var. Bədbəxt o insan ki, axirətini dünyasına satıb, ondan da bədbəxt budur ki, öz axirətini başqasının dünyasına satıb.